Gözünə gün düşür axı. Sualı verirsən, hazırsan, eləyəndə deyil. Bitkilərə nisbi sükunət dövründə, yəni yarpaqlar töküldükdən sonra ardıcıl olaraq qulluq işlərinin aparılması çox vacibdir. Birinci, yarpaqlar tökülməmişdən qabaq bordo mayesinin çilənməsi tövsiyə olunur. İkinci, yarpaqlar töküldükdən sonra bitkilərə el arasında qışlıq yağ deyilən preparatlardan tətbiq olunması vacibdir. Bu preparatın vurulması üçün digər əməliyyatlarda olduğu kimi temperatur amili mütləq şəkildə nəzərə alınmalıdır. Bax, o qışlıq yağlar vurulması üçün havada temperatur ən azı müsbət 15-16 dərəcə olmalıdır ki, tətbiq olunan dərman bitki tərəfindən müəyyən müddətdə mənimsənilə bilsin. Tətbiq etdiyimiz qışlıq yağdan sonra harca 10-15 gün sonra isə 3-4%, bəzən ehtiyac olduğu halda 5%li bordo mayesinin tətbiq olunması çox vacibdir.